Salam değerli izləyicilərimiz, biz hal-hazırda Qazax rayonu Yuxarı Salahlı kəndindəyik. İgid qəhrəman oğullarımızın xatirəsinə həsr olunmuş şəhidlər kompleksinin qarşısındayıq. Bu oğullar ki, vətən torpaqları uğrunda canlarını fəda etdilər. Ölümün gözünə ölümsüz baxan qəhrəmana çevrildilər. Az öncə biz Qazaxbəyli kənd kitabxanasında deməli görüşlərimiz oldu və özümüzə borc bildik ki, gəlib şəhidlərimizin də abidəsini ziyarət edək. Bu vətən sizi unutmadı, vətən oğulları, vətən uğrunda canlarını fəda edən igid oğullar. Sevinç xanım, sözünüz varsa buyurun. Tüm şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlərimizin uğrunda canlarından keçdilər və buradakı şəhidlərimiz də istər 92-ci il şəhidləri olsun, istər 44 günlük və antiterror tədbirləri zamanında da burada şəhid oldu, bu torpaq şəhid oldu və Tokstur şəhid Mayor Mehmet Əhmədov kimi qəhrəman igidi şəhid oldu. Ailələrində səbir diləyirəm. Ruhları şad olsun cəmi şəhidlərimizin. Leyla xanım, sözünüz var. Bundan bağlı şəhidlərimizə rəhmət diliyoruz. Bu Qazaxda biz özümüzə borc verib bu şəhidlərimizi Ruhunuz qarşısında baş əyirik, igid oğullar, vətən sağ olsun.